Mütləq bunu edin. Heç nə yox. Qısa bir zaman ərzində özünüz hər şeyin fərqinə varacaqsınız. Üzərinizdə olan cadunu, nəzəri, nəfsi, kimsələrin həsəd enerjisini təmizləyəcəksiniz. Bu videonu bəyənməyi, ən vacibi isə paylaşıb bölüşməyi unutmayın ki, ehtiyacı olan, görməyən, bilməyən, eşitməyən insanların qarşısına çıxsın, onlar da sizin kimi faydalansınlar. 7 gün hər gün bir stəkan suyun üzərinə ağzınızı, nəfəsinizi yaxın tutaraq 7 dəfə ayətəl kürsü, 7 dəfə fələk, 7 dəfə nas, 7 dəfə ixlas, 7 dəfə Fatihə surəsini oxuyacaqsınız, suyun üzərinə üfləyəcəksiniz, suyu dərhal içəcəksiniz. Çox deyil, qısa bir zaman ərzində möcüzələrin şahidi olacaqsınız. Kim ki sizə necad edib, əməl edib, üzərinizdə nəzər, nəfis, həsəd enerjisi varsa, Allahın izni ilə təmizlənəcəkdir. Əfəndimizin belə bir sözü var, deyir ki, hər kim ki gördüyü faydalı məlumatları kimləsə bölüşərsə, Əfəndimiz buyurur ki, hər kim ki gördüyü, eşitdiyi, bildiyi faydalı məlumatları kimlərləsə bölüşsə, Allah da onun üzünü nurlandırar. Sən də bu videonu bol-bol paylaşmağı, bölüşməyi unutma.